Növbəti suala gəlin baxaq. 6-cı sual. Cəmi 18 və fərqi 2 olan 2 ədədin kvadratları cəmini tapın. Deməli, 2 dənə ədəddir. Ədədləri bilmirəm. Birini x götürərəm, birini də y götürərəm. Deyir ki, 2 ədədin cəmi 18-dir. Yəni, x plus y 18-dir. Fərqi də 2-dir. X minus y 2-dir. Yəni, göründüyü kimi mən bunu sistem tənlik etməklə həll edə bilərəm. Bir yaxda buna aid çox işlədik. Y-lar gedir, tərəf-tərəfə toplaydıq da. Bunları tərəf-tərəfə toplasam 2x, bunları da toplasam 20. X də bərabərdir 10. Bizə nə deyir? Deyir ki, bu ədədlərin kvadratları cəmi. X-ını tapdım, qaldı məndə y. Aparıb bunu burada yerinə qoysam. 10 minus y bərabərdir 2, y bərabərdir 8. Y-ımı da tapdım. Bunların kvadratları cəmini istəyir. Yəni, 10-un kvadratı plus 8-in kvadratı. 10-un kvadratı 100 plus 8-in kvadratı 64. Doğru cavab 64 A bəndi. Keçdik 8-ci suala. Daha doğrusu 7-ci suala. Deyir ki, x minus 3 y kvadratı plus 1 bərabərdir 0. 4x plus 3y bərabərdir 24. Təniklər sistemindən x kvadrat plus y kvadrat cəmini tapın. X kvadrat plus y kvadrat cəmini istəyir bizdən. Deməli, bu tip misallarda əgər kvadratın üstündə hər hansı bir rəqəm gəliblərsə, o zaman onun cəmi müsbət alınır. Yəni, o bizə müsbət bir ədəd verir və biz də onu saymırıq. Biz onu elə bil atırıq. Müsbət ədəddir. Yəni, bizim bundan işimiz yoxdur. Bu, həmçinin bərabərsizliklər mövzusunda da keçərlidir. Bizə belə bir ifadə olduqda və yaxud da ifadəmiz olur, məsəl üçün, x kvadratı üstə gəl 5. Bax, belə bir ifadə olduqda və yaxud da nəsə deyək də, y kvadratı üstə gəl 7. Bax, bu tip misal ifadələr olduqda biz onları atırıq. Çünki müsbət verir bizə. Amma bunu bərabərləşdiririk 0-a. Yəni, yazıram ki, x minus 3 bərabərdir 0-a. Buradan x-ımı tapıram ki, 3-dür. Sonra gətirib burada bunu yerinə qoyuram. X-ım 3-də aparıb yerinə qoyuram. 12, 4 dəfə 3, 12 plus 3y bərabərdir 24. 3y bərabərdir 24 çıx 12, 12. Y da bərabərdir 4. Y-ım da hazır, x-ım da hazır. Məndən kvadratları cəmini istəyir. 3-ün kvadratı plus 4-ün kvadratı 9 plus 16, yəni 25. Doğru cavab 25. Yəni belə. Əvəzləmə üsulu burada keçərli deyil. Yəni əvəzləyib burada nəyin yerinə qoyacağıq ki? Yəni ən sadə üsulu budur. Həlli budur daha doğrusu. Yəni bunu atmalıyıq. Çünki bu bizə verir müsbət, yenə də deyirəm. Ən diqqət çəkən məqam buradır. 8-ci sual. X kvadratı minus 2xy bərabərdir 35. X minus 5 bərabərdir 2y. Deməli, ilk növbədə yuxarıda ortaq vuruq çıxarda bilərəm. Göründüyü kimi x-i çıxarda bilərəm. Gəlin çıxardaq. Burada qalar x minus burada da qalar 2y. Düzdürmü? Bərabərdir 35. Elə bir ki, aşağıda da nəsə buna oxşar bir şey var da, buna oxşar bir şey var. Yəni, mən bu 2y bura atıb, bunu da ora ata bilərəm də. Görün, indi nə olacaq? X minus 2y atsanda bura mənfi 2y olacaq və müsbət 5. Mənfi 5 də ora atanda oldu 5. Yəni, x minus 2y-ın qiyməti səndimə buymuş. Hazır. Aparıb yerinə qoyacaq. Buradan çıxacaq ki, elə bir ki, x vur 5 bərabərdir 35, x də bərabərdir 7. X-ımı tapdım. Məndən nə istəyir? Y istəyir. X-i gətirib burada yerinə qoyacam. Doğrusu budur çünki. Yəni, 7 minus 2y bərabərdir 5. Mənfi 2y bərabərdir 5 minus 7 mənfi 2 y da bərabərdir 1. Y da tapdıq 1. Yəni, ən sadə üsulu budur. Əslində, əvəzləmə ilə də gedə bilər. X-i buradan əvəzləyib aparıb burada yerinə qoyarıq. Amma bu da bir üsuldur. Belə. 10-cu sual. 2 ədədin cəmi 8, kvadratları cəmi isə 40 olarsa, bu ədədlərin hasilini tapın. 2 ədədin cəmi
8-dir. Kvadratları cəmi isə 40-dır. Bu bizə düstur verər də. A kvadrat plus B kvadrat. Uşaqlar bəzən çaşdırır, təzə öyrənəndə A kvadrat çıx B kvadrat. A minus B, A plus B. Bu düsturdur. Amma A kvadrat plus B kvadrat bizə verir A plus B-nin kvadratı çıx 2AB. Fərqli-fərqli, yəni düsturlar verir bizə. Diqqətli olmaq lazımdır ona görə. Gəlin burada da o düsturu tətbiq edək. Bunun yerinə yazaram. X plus y-ın kvadratı çıx 2xy bərabərdir 40. Mənə nə deyir? Bu ədədlərin hasili məndən elə x, y istəyir. X plus y-ı da verib aparıb yerinə qoyaram. 8-in kvadratı 64 çıx 2xy bərabərdir 40. Mənfi 2xy bərabərdir. Mənfi 24. Mənfini mənfiyə böləndə müsbət. X, y da bərabərdir 12. Yəni, düsturu açmaqla çox asanlıqla həll edə bildik. Cavab 12.